Tovuzda 28 yaşlı gənc bibisini qətlə yetirib. Hadisə Əlimərdanlı kəndində qeydə alınıb, amma bu hadisə ilə bağlı müəmmalı məqamlar var. Nədir bu müəmmalı məqamlar? Gəlin süjet izləyək, ardınca şərhdə qeyd edəcəm. Baxaq. Hadisə Tovuz rayonunun Əlimərdanlı kəndində fermaların birində qeydə alınıb. 28 yaşlı Ülvi İsayev bibisini küt halətlə qətlə yetirib. Elə bildim, mənim deyir, üstümə kimlərsə cumdu, vurdum deyir, o qanun ürət tökülür. O yağdıq mərhum bir elişə çıxıb oraya gedəndə gedib dağınla mən soruşdum ki, bu nətər olub deyir, burada 5-6 nəfər var idi, indi o xəstəliyin əlamətidir. Bilmir, ardıcıl sözünü quramdır. Özündə olmuyor, axşamdan eləyib, səhər saat 11-də də özünə gələndə əmsinə zəng eləyib ki, mənim əlim belə bir xata törətmişəm. Əmsi də mənə zəng eləyib ki, sən haradasan? Dedim, mən də filmə getmək istəyirəm. Dedim, belə. Və də gəldik, gördük. O hadisə yerində. Gecədən olub? Gecədən olub, saat harada 10-11 aralar olub. Və siz nə vaxt bildiniz? Biz də səhər saat 10-11. Qadının meyidi müayinə edilməsi üçün aidiyyəti üzrə təhvil verilib. Ülvi İsayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Görünür, şəxsin çox ciddi psixoloji problemləri varmış. Əsəbdən və ya ruhi xəstəliyi varmış ki, bu cür əməli törədib, müəyyən bir formada artıq özünə gələndə də başa düşüb ki, etdiyi əməl öz bibisinə qarşı edib, heç o gözünə görünənlər də sadəcə elə gözünə görünürmüş. Ona görə də bu cür xəstəliyi olan şəxslər bəzən elə öz ailəsi üçün, öz doğmaları üçün çox ciddi bir təhlükəyə çevrilirlər. Biz daha əvvəl də bu tipli hadisələrin nə kimi acı nəticələr verdiyinin bir xəbər olaraq şahidi olmuşuq. Yəni, Əhməd hadisəsini hər birimiz xatırlayırıq. Şəxs bir anın içində bütün ailə üzvlərini təəssüflər olsun ki, qətlə yetirmişdi. Bax, indi də müəyyən bir psixoloji problemi olan bu şəxs də öz bibisinə qarşı bu cür cinayət əməlini törədib. Bəzən olur ki, ailələr öz övladlarında olan bu cür xəstəlikləri görür və lakin öz övladıdır deyə ürəyi gəlmir və yaxud da ki, onu hansısa bir dispanserə, müalicə müəssisəsinə yerləşdirməyə ürək etmir. Fikirləşir ki, bəlkə elə evdə müəyyən bir formada sakitləşdirici dərmanlar verməklə bunu hansısa bir qarşısını almaq olar. Amma təəssüflər olsun ki, bu həmişə uğurlu olmur. Bəzən də bax belə şəxslər yalnız qalanda, tək qalanda doğmasını belə başqa bir formada görür və nəticəsi də belə ağır və faciəvi olur.